Bir neçə gündür sosial şəbəkədə bir xanım, tanımıram xanımı, onun peşəsini bilirəm, psixoloq xanımdır. Hacı Şahinin ruhunu narahat edəcəyi fikirlər bildirir. Baxın, hörmətli xanım, siz ola bilər ki, psixoloq kimi tanınmaq istəyirsiniz. Bu ölkədə bir cəmiyyətin üzvü olaraq, ola bilər ki, sizin savadınız daha çoxdur. Amma bu ikinci dəfədir, bu Azərbaycanda bir hal alır ki, insanlar bəzi inanclara hörmətsizlik edib böyük kütləyə təsir eləmək istəyir. Baxın, bir Mövsüm Ağa Azərbaycanda dövlət tərəfindən onun bilirsiniz ki, ziyarətgahı restavrasiya olmuşdu. Ulu öndərimiz vaxtında oranı ziyarət eləmişdi. Bu günləri Gəncədə bizim İmamzadəmiz var. Bugün Nardıranda Rəhmə xanımın ziyarəti var. Buzovnada Əl-Ayağı var. Naxçıvanda Ashab-ı Kəhf var. Bu günləri biz müsəlmanıq, düzdür. Bəzi xurafatlarla dolu olan dinə mən də inanmıram. O farsların yalandan, xurafatla dininə inanmıram. Amma Hacı Şahin, siz ola bilər psixoloq olaraq pul alıb, insanlar yanınıza gəlir olaraq psixoloji olaraq kömək eləmək istəyirsiniz. Amma Hacı Şahin dediyiniz kimi minlərlə gəncləri narkomaniyadan, oğurluqdan, avaralıqdan dinə gətirən insan olub və siz deyirsiniz, Hacı Şahin psixoloq olub. Bəli, Hacı Şahin dini insanlar arasında psixoloq olaraq insanları öz mövzələrinə dəvət edərək onlara Allahın mərhəmətli olduğunu, sevgiyi verdiyini, Allah Teala zalim olmadığını və zalimlara qarşı hər zaman ədalətli olduğunu bildirir. Hacı Şahin heç kimi pulla alıb da ona orada oturub mövzələr oxumayıb. Sizdən fərqli, yəni psixoloqlardan fərqli olur. Çox xahiş edirəm sizlərdən. Mən ola bilər sizin qədər oxunmuş deyiləm, amma mən Hacı Şahini ilahiləşdirmirəm. Hacı Şahin dini xadimi idi, dövlətinə, dövlətçiliyinə, xalqına sadiq bir insan idi. Onun dəfnində minlərlə adam iştirak elədi. Amma bəzi məmurlar var öləndə heç orada 100 nəfərdən artıq adam gelmir. Siz gəlin, malı mala qatmayın xanım. Siz o bəzi insanları, mən bununla da bağlı dövlət qurumlarına çox xahiş edirəm. Daxili İşlər Nazirimiz sağ olsun, mən vətəndaş kimi bir Mövsüm Ağanı təhqir edən bir insan haqqında danışdım və inzibati qaydada o insan həbs olundu. Bu xanımı demirəm həbs olunsa, amma bu xanıma dur deməyin vaxtıdır. Niyə? Bu xanım Hacı Şahinin tələbələri, yəni şagirdlərinin və minlərlə ona inanan, necə inanan, yəni onun kəlamlarına inanan, onu sevən, yəni sevgi var da bu insan. Onları qıcıqlandırır. Bu da cinayətə bir addımdır. Dünyadan küsən bir insan bu xanımı öz gözündə bir başqa cürə görə bilər və Hacı Şahin haqqında dediyi fikirlər düzənləməz və cinayət baş verər. Xanımın belə bir ifadəsi var. Ərim Hacı Şahinin videolarına baxanda əti tökülürdü. Ərinizin əti tökülə bilər. O sizin ərivinizdir. Əgər siz, mən və minlərlə insan Hacı Şahin kimi bu ölkədə sevgi qazanmayıbsa, öləndən sonra belə sevgisi itməyibsə, sizin insanların bir sevdiyi, bir ideologiyası olan bir insana qarşı çıxmağınız düzgün deyil. Və məncə adiyyəti qurumlar sizi çağırıb profilaktik sizinlə söhbət eləyəcək ki, siz kütləni belə şeylərlə ölkədə qaldırıb da ölkədə problem yarada bilməsiniz. Vətəndaş kimi mənə narahat eləyir. Çünki siz də bir xanımsız, bir ailədə bir evladınız var. Amma bu heç də yaxşı deyil. Siz reklam qazanmaq istəyirsinizsə, gəlin mən sizə reklam verim. Havayı seyfirimə dəvət edeyim. Gəlin burada psixologiyadan danışın ki, hansı ki psixoloqların bugün əksəriyyəti, hamısı yox. Bu ölkədə psixoloqların əksəriyyətinə inanmırlar ölkədə. Çünki psixoloq danışar, burada da qalar. Amma psixoloqların əksəriyyəti, bilirik də bəziləri var, otaqlarında kameraları olub. Bəziləri heç pulsuz kimisə qəbul eləmirlər. Amma Hacı Şahini alət eləmək, onun haqqında fikir bildirmək, nəinki mənim, sizin kimi 1000 dənə psixoloqun həddinə gəlməz, hər öz işi ilə məşğul olsa daha da yaxşı olar. Bu mənə də aiddir, bu sizə də aiddir ki, getirin o, deyirsə hansı akademiyanı oxumusunuz bilmirəm, öz işinizlə məşğul olun. İnsanlar arasında təşviş salmayın, çünki bu dövlət qanunlarla idarə olur və biz azad ölkədəyik. Amma o demək diyor ki, sizin ağlınıza nə gəldi danışacaqsınız Hacı Şahin haqqında. Mən onun ailəsinin yerinə olsam, sizin barəmizdə lazım olan qurumlara şikayətimi deyil. Deyərəm ki, məhz sizi dayandırsın. Çünki hələ bir video çəkib, mən danışacağım, məndən incimiyor. Biz sizdən incimiyor. İnciyənlər, inşallah da ki, devlətin qanunu var, qayda qanunu var. Kiminsə ölüsünə çıxıb da fikir bildirmək sizi kimi gənc psixoloqlara ha vaxtdan akademiya oxuyub, mən bilməyib qalmayıb.